Gürcüstanda dövlət universitetlərində təhsil almaq artıq pulsuz olacaq. Bunu Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Givi Mikanadze bildirib. Nazirin sözlərinə görə 2026-cı ildən etibarən dövlət universitetlərində təhsil tamamilə pulsuz olacaq və tələbələrin ödənişini dövlət qarşılayacaq. Mikanadze çıxışı zamanı söyləyib ki, növbəti tədris ilində özəl ali məktəblərə daxil olacaq tələbələr daha dövlətdən qrant almayacaqlar. სახელმწიფო ენის გამოცდა მნიშვნელოვანია. 2026-cı ildən etibarən dövlət ali məktəblərində təhsil alan bütün tələbələr tamamilə dövlət tərəfindən maliyyələşdiriləcək. Bu da onların təhsilinin ödənişsiz olacağı anlamına gəlir. სამოქმედო გეგმის შესაბამისად Nazir həmçinin qeyd edib ki, xarici tələbələrin dövlət universitetlərinə qəbulu məhdudlaşdırılacaq. Onlar əsasən qarşılıqlı razılaşmalar, mübadilə və xüsusi proqramlar çərçivəsində qəbul oluna biləcəklər. Xaricdən gələn tələbələr üçün əsas seçim özəl universitetlər olacaq.